dünyaca məşhur tibb sənayesində və xalq təbabətində geniş istifadə olunan Koreya mənşəli qırmızı Panax növlü jenşen. Gördüğünüz jenşen, bu orijinal jenşenlər bu cür olur. Bütöv 6 illik cildlərin qurudulmasından əmələ gəlir. Bu qırmızı jenşendir. Amma əslində qırmızı jenşen təbiətdən birbaşa gəlmir. Təbiətdən gələn ağ jenşendir. Ona ağ jenşen deyilir. Lakin sonra onu buxarda bir növ buxara məruz qoyurlar onu və dəyişikliyə məruz qalandan sonra baxın o bu formanı alır, qırmızı jenşen formasını alır. Bir də bunun qara növü var. Qara növü isə onun ən məşhur və ən güclü təsirə malik olan növüdür. Jenşenin fermentasiyaya məruz qalması onun tərkibini əslində öldürmür, onun tərkibini zənginləşdirir. Ağ jenşenlə qırmızı jenşen arasında fərq ondan ibarətdir ki, qırmızı jenşenin içərisində olan aktiv ginşenoid maddələri daha təsirlidir və insana təsiri daha qısa bir müddətdə olur. Ağ jenşenin içərisində olan həmin maddələr isə standartdır. Qırmızı jenşenin içərisində olan maddələr isə təsiri daha sürətli olur. Əsasən qırmızı jenşendən istifadə edənlər onun təsirini daha tez görürlər, nəinki ağ jenşendən istifadə edənlər. Qırmızı jenşen adətən toz formasında, bütöv formada və tibb sənayesində onu kapsul formasında da istifadə edirlər. Hər üç növünü istifadə etmək məqbuldur. İndi o zövqə baxır, kim necə istəyirsə elə də istifadə edə bilər. Ümumi olaraq qırmızı jenşen fiziki və zehni gücü artırmaqda, yorğunluğa qarşı istifadə olunur. Bizim ən çox istifadə etdiyimiz sahə isə cinsi zəiflik və libidonun artırılması üçün istifadə olunur. Həmçinin kişilərdə morfoloji quruluşda və spermanın keyfiyyətinin artırılmasında istifadə olunur. Həmçinin qan dövranının aktivləşdirilməsində də istifadə oluna bilər. Lakin ürəyində həssaslıq olan insanlar, bəzi ürək dərmanları qəbul edən insanlar xüsusən diqqətli olmalıdırlar. Həmçinin qırmızı jenşenin özü immuniteti artıran bir xüsusiyyəti də vardır. İmmuniteti möhkəmləndirir və insan orqanizmi xəstəliklərə qarşı qoruyur. Əslində bu jenşenin özü qan təzyiqini də yüksəldir. Ona görə təzyiqi yüksək olanlar istifadə edə bilərlər, amma müəyyən normalara daxilində istifadə olunmalıdır. Gündəlik dozdan keçməməlidir. Hamilə və süd verən qadınlar həmişə ehtiyatlı olmalıdır. Bir də ki, yuxusuzluqdan əziyyət